Qiymətlərin tənzimlənməsi məsələsi üzrə Parlament Komissiyası bu həftə fəaliyyətə başlayır. Görüşlərdə qiymətlərin azaldılması üçün mövcud imkanlar və yüksək qiymət artımına səbəb olan amillər müzakirə ediləcək. Parlament Komissiyasında şəbəkə marketlərinin, distributor və idxalçı şirkətlərinin, həmçinin əczaçılıq və yanacaq sektorunun nümayəndələri açıq şəkildə dinləniləcək. Komissiya 14 üzvdən ibarətdir. Onlardan 7-si parlament müxalifətinə ayrılan kvotaya daxildir. Hakim partiya görüləcək işlərin nəticəsində qiymətlərin azalacağına ümid edir. Müxalifətin bir hissəsi isə hakimiyyətin bu addımlarının populizm adlandırır və qiymət artımına görə məsuliyyəti gürcü arzusunun üzərinə qoyur. Avropa Komissiyası tərəfindən dərc olunan araşdırma hakim komanda üçün Gürcüstanla mühüm məsələlər üzrə iki tərəfli dialoqun zəruri olduğunu təsdiqləyir. Müxalifət isə orta dəhlizin inkişafından danışır və Anaqliya dərin dəniz limanının əhəmiyyətini xüsusi vurğulayır. Gürcüstanın Xarici İşlər Naziri Makka Boçorişvili Budapeşt Qlobal Dialoqunda iştirak edəcək. O rəsmi səfərlə Macaristandadır. Səfər çərçivəsində onun Macar həmkarı ilə görüşü planlaşdırılır. Müzakirələrdən sonra Xarici İşlər Nazirləri mətbuata bəyanatlarla çıxış edəcəklər. Həmçinin Makka Boçorişvilinin Macaristan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşü də nəzərdə tutulub. Olimpiya oyunlarının açılışında ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə Gürcüstan prezidentinin görüşündə Mixail Qavelaşvili iştirak edib. Onun sözlərinə görə görüş isti və səmimi olub və işgüzar müzakirələri də əhatə edib. Gürcüstan prezidentinin bildirdiyinə görə Marco Rubio qeyd edib ki, əvvəlki administrasiyanın Gürcüstana münasibəti ciddi neqativ xarakter daşıyırdı və hazırki ABŞ administrasiyası bunu düzəltməyə çalışacaq. Baş nazir təhsil sisteminin islahatını həyati əhəmiyyətli hesab edir. Onun sözlərinə görə ölkənin düzgün inkişafı üçün bu prosesin həyata keçirilməsi vacibdir. Qobaq isə Gürcüstandakı universitetlərin Avropa universitetləri ilə müqayisə edib və qeyd edib ki, Avropa ölkələrində təhsil müəssisələrinin sayı azdır, lakin keyfiyyəti daha yüksəkdir. ABŞ-ın vitse-prezidenti J.D. Vance bugün Ermənistana səfər edəcək. Bir günlük səfər çərçivəsində onun Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü planlaşdırılıb. Xatırladaq ki, əvvəllər Donald Trump bildirib ki, vitse-prezident fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək. Sülh təşəbbüslərini davam etdirmək və Trump marşrutu layihəsini irəli aparmaq məqsədi ilə. Ukraynanın Xarici İşlər Naziri bildirib ki, Ukrayna və Rusiya liderlərinin üzbəüz görüşü vacibdir. Beləliklə, sülh danışıqlarında qalan ən çətin məsələlər həll oluna bilər. Nazir əlavə edib ki, Ukrayna 4 illik müharibəni sona çatdırmaq üçün seylərini sürətləndirmək və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların mövcud dinamikasından yararlanmaq istəyir. Digər faktorlar, məsələn, noyabrda ABŞ-da keçiriləcək ara seçki kampaniyası başlamazdan əvvəl. Sibiqa həmçinin vurğulayıb ki, 20 maddəli sülh planında hələ də həllini tapmamış məsələlər qalır və müharibəni yalnız Trump dayandıra bilər. Portuqaliyanın prezident seçkilərinin ikinci turunda sol mərkəzçi Sosialist Partiyasının namizədi Antonio José Seguro qalib gəlib. O, səs vermənin 66,7%-ni qazanaraq André Ventura'nı məğlub edib. Ventura isə 33,3% səs toplayıb. 4 oktyabr işi üzrə məhkəmə iclasları davam edir. İstintaq prokurorluq tərəfindən təqdim olunan sübutları araşdırır. Məsələ Vladimir Gvelesiani, Sergo Megrelişvili, Zurab Çavçanidze, Georgi Rurua, Miran Dolişvili, Anton Vardanidze, Georgi Korkiya, Aleksandr Çilaçava, Genadi Kupreşvili, Laşa İvanidze, Levan Cikiya, Sulxan Tuğuş, Xviça Qoqoşi və Ramaz Mamuladze barəsində irəli sürülmüş ittihamlara aiddir. Onlar strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsində cəhd göstərməkdə və bunu qrup halında törətməkdə, həmçinin qrup şəklində zorakılıqda iştirak etməkdə ittiham olunurlar. Bu cinayət 6 ilədək həbs cəzasını nəzərdə tutur. Təşkil olunmuş qrup tərəfindən xüsusi böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satılmasına kömək etmək ittihamı ilə 2 şəxs qardaşlar həbs olunub. İstintaqın məlumatına görə onlar alfa PVP narkotik maddəsinin əldə edir, saxlayır və daha sonra satışını həyata keçirirlər. Polis xüsusi böyük miqdarda narkotik vasitəni maddi sübut kimi götürüb. Cinayət 20 ilədək və ömürlük həbs cəzasını nəzərdə tutur.